Salam əziz abituriyentlər. Bugün sizinlə paylaşdığım sualın izahını təqdim edirəm. Əvvəlcə sinus x bərabərdir 1 tənliyinin xüsusi tənliyi olduğunu və həlli qaydasının pi bölünsün 2 plus 2 pi k olduğunu yadınıza salırıq. Daha sonra bizə verilmiş tənlik, yəni sinus 2x çıxaq 3 bərabərdir 1 tənliyində həmin qaydanı tətbiq etsək, 2x çıxaq 3 bərabərdir pi bölünsün 2 plus 2 pi k ifadəsi alınır. Mənfi 3 ədədini bərabərliyin sağ tərəfinə keçirsək, pi bölünsün 2 plus 2 pi k plus 3 ifadəsi alınır. Daha sonra hər tərəfi 2-yə bölsək, pi bölünsün 4 plus pi k plus 3 bölünsün 2 alınacaq. Demək, verilmiş trigonometrik tənliyin həlli x bərabərdir pi bölünsün 4 plus pi k plus 3 bölünsün 2 ifadəsidir.